Başka da hiçbir şey var. Başka da hiçbir şey. Bundan hoşunuza gelmedi sizde. Avanslı. Avanslı. Biraz bir şekillerde baxıram, yan taraftan böyle mesela güzel olur. Bakıda yaşamırsınız. Gəlmişsiniz. Niyə soruşuram? Məndən olsa mən məsləhət görərəm, üzrü kiçildim. Buradakı bulağı götürüb. Politik ne oldu? Politik elətmişəm hadisədə. Bir prosedura elədilər, qıtıdan 3 hafta olur. Nə oldu? Effekt görmədin? Gördüm. Ama bundan bayağı burada çok olur. Ay sağ ol. Bir dənəsi də əslində sənə lazımdır ki, öz avalın ortaya çıxsın. Sonra isə oranı geçişək ki, dolgu ilə düzəldir. Belə eləsəm yenə həcmli görsənəcək. Həcmli görünəcək. Amma nə yalan deyim, indi mən bilmirəm, heç soruşmuram. Görsən kimsə məndən qabaq səndən lipolitik klip ondan məmnun qalmasın. Bəli. İstəyirsən get o sən təzədən ikinci prosedurunu da eləsin. Lipolitikdən sonra neçə gün sonra eləyə bilərsiniz? Ən azından 2 həftə. Məsələn, siz indi mən deyirsiniz də 3 həftə əvvəl eləmişsiniz, düzdür? 3 həftə keçir bu. Ha, üzünüzdə effekt görürsünüz. Lipolitiklər anında effekt verə bilməz. Lipolitika zaman lazımdır. Ona görə bugün eləsən, bundan 2 həftə, ən az 2 həftə sonra effektini görüb və mən ora aval eləyə bilərəm. Bir də siz saçınızı çox sıx yığmısınız. Çox sıx yığmışam. Gözümlə bağlı da sizlə danışmaq istəyirdim. Ona görə mən bu, əlbəttə bu nahiyəni başa düşə bilmirəm. Baxın, ay sağ. İndi baxın sizə. Bu gözüm qapağı çox ətdir. Bir də gözüm düşüktü, görürsünüz belə aşağı. Sıx yığıram ki. Siz artıq botoksunuzu eləyib gəlmişsiniz mənim yanıma. Ona görə mən botoksa heç bir söz deyə bilmərəm. Amma bu hissələrinizə dolğu eləsəniz, bu hissələrinizi istədiyiniz kimi biraz qaldıra bilərəm. Ancaq bunun onsuz da ya həlli yolu gedib endoskopik eləməkdir, ya da ki bu hissəni botoksdan sonra gicgah dolğusu eləyib belə qaldırmaq, biraz da bu effektlə gəzə bilərsiniz. Amma bax siz üzünüzü açdınız, nə olur olsun bura lipolitik lazımdır. Özdə 2 dozanı birdən. Buralarınız düşüb. Göz altı, bax bu boşluğunun eləyə bilərik. Bunu. Orada sizə korrektor var gözünüzün altında hazırda. Korrektorunuzu silsəz, lap dəqiq deyəcəm, amma belə də dolğu. Dolğunu eritmə var bugün. Və şiş olur mu dolğudan sonra? Mən heç göz altı dolğu eritməm. Yox, olur. Adət olur. Göz altı dolğuda şiş olur. Həmən gündə yəni makyaj edib tualetə gedənlərim var.